Verilişimizin bu sayında cinayət yerindən qəsdən gürcü ləhcəsində danışıb, istintaqı Tiflis qatarına yönəltmək istəyən, amma əslində Bakının göbəyində gizli və qorxulu bir həyat yaşayan intellektual bir qatilin maskasının necə cırıldığından danışacağıq. 26 yaşlı gənc müstəntiq Oktay Qasımovun Təzəbəy hamamından tapdığı tək bir ipucu, Sovet Bakısını lərzəyə gətirən milyonluq oğurluğun və güllələnmə ilə bitən bir taleyin üzərinə düşən işıq. Azərbaycan tarixinin ən bahalı oğurluq hadisəsi və bu hadisəni müşayiət edən qətildən danışırıq. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Bugün muzeylərdə heyranlıqla baxdığımız bir neçə milyonluq nadir tablolar həmin qanlı gecədən xilas edilmiş şahidlərdir. 1970-ci ilin payız ayları, Bakının Şeyx Şamil və Həsən Seyidbəyli küçələrinin kəsişməsi. Hamamdan bir qədər aşağıda yerləşən evdən qorxunc bir xəbər yayılır. Şəhərin tanınmış nevropatoloqu Aleksandr Jislin öz evində rəhimsizcəsinə qətlə yetirilib. 2 saylı klinik xəstəxananın şöbə müdiri olan bacısı Sofa Jislina isə qolları bağlı qorxu içində döşəmədə tapılıb. Hadisə yerinə Bakı şəhər prokurorluğunun 26 yaşlı gənc baş müstəntiqi Oktay Qasımov gəlir. Sofa Jislina o qədər sarsılmışdı ki, hüquq mühafizə orqanlarından elə qorxurdu ki, ilkin ifadəsində kəsik-kəsik güc də vermişdi. O evə girərkən arxasınca bir neçə nəfərin daxil olduğunu, başına küt alətlə vurub onu xalçanın üstünə yıxdıqlarını və onu sonda xalçaya bükdüklərini deyirdi. Amma ən qəribə detal bu idi ki, cinayətkarlar evdəki qiymətli əşyaları torbalara yığarkən öz aralarında xüsusi olaraq rus dilində, amma gürcü ləhcəsində danışır və hey Tiflis qatarına tələsdiklərini vurğulayırdılar. Məhz bu əsnada evə qardaş həkim Aleksandr Jislin daxil olur. O oğrularla əlbəyaxa döyüşə girir və yəqin ki, ən böyük səhvini də burada edir. Cinayətkarlardan biri ağır çəkiclə onun başına zərbə vurur və həkim elə hadisə yerindəcə dünyasını dəyişir. Evdəki qiymətli milyonlarla ölçülən əntiq əşyaları götürüb aradan çıxırlar. Bura Bakının ən zəngin evlərindən biri idi. Jislinlərin atası da həkim olub, özü də müharibə dövründə. Bakıda müalicə etdiyi imkanlı xəstələr ona pul əvəzinə antikvar əşyalar, nadir tablolar verirdilər. Atası ölməmişdən qabaq övladlarına tapşırmışdı. Əgər bu kolleksiyanı saxlaya bilməsəniz, Dövlət Muzeyinə bağışlayarsınız. İstintaq qrupu dərhal hərəkətə keçir. Müstəntiq Oktay Qasımov milislərə xəbərdarlıq edir. Bu gürcü ləhcəsi yalançı izdə ola bilər və çox keçmir, hamamın özündən bir ipucu gəlir. Təzəbəy hamamında bir nəfər müstəntiqə çox kritik bir ad verir. Valeri Sandler. Bir saylı taksimator parkında karbürator ustası işləyən Sandler soyadlı şəxs günlərdir hamamın ətrafında fırlanır və həmin ailənin, Jislinlərin evə nə vaxt gəlib getdiyini soruşurmuş. Bəs kimdir bu Valeri Sandler? O, olduqca maraqlı olan bu detal elə senarinin, bəlkə də tarixin ən gizli nöqtəsi idi. Valerinin atası Asir Semyonoviç Sandler tanınmış Sovet yazıcısı və jurnalisti idi. O 1917-ci ildə Bakıda doğulmuşdu. 1941-ci ildə vətənə xəyanət və casusluq ittihamı ilə ölüm cəzasına məhkum edilsə də, cəzası 10 illik sürgünlə əvəzlənmişdi. Bəli, bu ata Sandler idi. Bəs Valeri Sandler kimdir? Atasını 1941-ci ildən bəri görməyən, anası və ögey bacısı 1970-ci ildə Amerikaya köçən, amma özü Bakıda qalan karbürator ustası. Əslində onun gəliri pis deyildi, amma o gizli bir həyat da yaşayırdı. Özünü saxta KGB işçisi kimi təqdim edir, evlərə girir, axtarış aparır, qızıl alverçilərini qorxudub pullarını qoparırdı.
Müstəntiq Oqtay Qasımov onun izinə düşür. Amma bu izə düşmək və onu tapmaq heç də rahat olmur. Sandlerin evində axtarış aparılarkən qəribə bir pasport tapılır. Özü evdə olmasa da arvadı evdə olur və bu pasport tapılır. Yakovlev adlı birinin sənədi müstəntiq köməkçisini həmin ünvana göndərir. Yəni tapılan şəxsiyyət vəsiqəsinin olduğu ünvana. Həmin ünvanda Sandler bir qadınla yaşayırmış və inanılmaz bir təsadüf baş verir. Köməkçi pilləkənlərlə qalxanda Sandlerlə üz-üzə gəlir. Sandler ilə yerində həbs olunur və bundan sonra bəlli olur ki, sən demə o pilləkəndən düşüb birinci mikrorayona növbəti qətli törətməyə gedirmiş. Həmin evdən tam 44 ədəd xalis brilyant, 12 şamlıq antikvar şamdanlar, qədim heykəllər və əvəzsiz tablolar tapılır. Müstəntiq tapılan qənimətləri İncəsənət Muzeyinin direktoru, xalq rəssamı Kazımzadənin yanına aparır. Burada 18-ci əsr Rus rəssamlarının orijinal əsərləri, təxminən 3000 il yaşı olan antik bir heykəl və üzərində qrafın adı yazılmış şamdanlar var idi. Sofa xanım atasının vəsiyyətini xatırlayaraq böyük fədakarlıq edir. Oğurlananlardan əlavə evdə qalan digər 101 ədəd rəsm əsərini və 40-a yaxın antikvarı da dövlətə, muzeyə bağışlayır. Bugün Azərbaycan Milli İncəsənət Muzeyində heyranlıqla baxdığımız Karovinin məşhur Paris gecələri və Xarlamovun ağ libaslı qadın əsərləri məhz o qanlı gecədən xilas edilən həmin eksponatlardır. İstintaq materialları daha bir detalı üzə çıxarır. Onların gürcü ləhcəsində danışması da sadəcə istintaqı çaşdırmaq üçün bir oyun imiş. Hətta cinayətdən qabaq digər ortaqları Beliçovu həkim Aleksandr Jislinin işlədiyi dəmir yolundakı qospitalın qarşısında qoyubmuş ki, həkim işdən çıxanda xəbər eləsin. Amma Beliçov qorxub puskunu tərk edib birbaşa hadisə yerinə gəldiyi üçün Sandler sonradan onu möhkəm döyübmüş. Hökm təbii ki, amansız və ədalətli olur. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə prokurorluğun Azərbaycanlaşdırılması dalğasında yetişən 9 xüsusilə mühüm işlər üzrə müstəntiqdən biri, az əvvəl adını çəkdiyimiz Oqtay Qasımov bu mürəkkəb işi tam sübuta yetirir. Bu qorxulu, amma yüksək intellektual, həmişə təraşlı, təmiz gəzən cinayətkar Valeri Sandler məhkəmənin qərarı ilə ölüm cəzasına güllələnməyə məhkum edilir və hökm icra edilir. Onunla əlbir olan şəxslər isə 14 və 15 il azadlıqdan məhrum edilir. Və bununla yanaşı da Azərbaycanın, Bakının kriminologiya tarixinə ən bahalı bir oğurluq və qətl düşür. Salamat qalın.